Nəsimi rayonu Asif Məhərrəmov küçəsində 20 yanvar və Memar Əcəmi metrolarının tam yaxınlığında. Mərkəzi yolun üzərində tanınmış MTK-lardan birində çoxmərtəbəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 100 kvadrat metr olan mənzil təqdim edirəm sizlərə. Dəyərli dostlar, mənzilimiz qismən əşyalı şəkildə satılır. Layihə üzrə qanuni şəkildə 2 otaqdan ibarət olub 3 otağa düzəlib. Mətbəxin zalda olması zala heç bir maneçilik törətmir. Sanki otaq tipindədir və içəridədir. Belə bir qonaq otağımız var. Otağın ölçüsü genişdir. Kupça əldədir. Alqı-satqıya tam hazır qaydadadır. İpotekaya yararlıdır. Otağın gördüyünüz kimi geniş vitraj pəncərəsi var və buradan şəhərə gözəl bir panorama açılır. İpotekaya yararlıdır. Bankdan ipotekası təsdiq olunmuş müştərilər bizlə əlaqə saxlaya bilərlər. Mətbəx isə yerləşir burada. Belə bir mətbəx mebelimiz var. Mənzildə mebellərin əksəriyyəti qalacaq, elektronik məhsullar götürülür. Keçək indi proyektin digər sahələri ilə tanış olaq. Mənzilimizin belə bir dəhlizi var. Çöldən giriş qapısı yerləşir burada. İçəri daxil olarkən sağ divarda belə bir qardırop şkafı yığılıbdır. Sanitar qovşaqla hamam otağımız birlikdədir və ölçüsü genişdir. Gördüyünüz kimi burada çamaşırxana da yerləşir. Böyük bir ölçüyə malikdir. Valideyn yataq otağı yerləşir. Bu hissədə divar boyu belə bir yataq dəsti quraşdırılıb, qardırop quraşdırılıb. Hazır giryaşa vəziyyətdədir. Təmir cəhətdən bugünkü gündə heç bir xərc tələb etmir. Və buradan da eyvana keçirik. Mənzilin gözəl panoramalı eyvanı var. Qarşısı açıqlıqdır. Buradan şəhərə möhtəşəm panoraması var dəyərli dostlar. Stil sistemi kombidir. Marşrut xətləri binanın önündən keçir. Və sonda sizlərə təqdim edirəm mənzilin uşaq yataq otağını. Burada isə yerləşir mənzilin uşaq yataq otağı. Gördüyünüz kimi uşaq otağının da ölçüsü genişdir. Belə bir mebellər quraşdırılıb. Qiymət də bugünkü bazar qiymətlərinə uyğundur. Mənzilə real bazar qiyməti təyin olunub. Mənzillə bağlı hər hansı sualınız olarsa qeyd olunan nömrə ilə əlaqə saxlayın.